vaxtınız xeyir əziz izləyicilərimiz, kanalımıza abunə olmağı unutmayın. Öncədən kanalımıza abunə olduğunuz üçün sizə təşəkkür edirik. Sizin media nümayəndələrinin çox böyük rolunuz var bu sahədə. Və deyə bilərəm ki, mən bəzi hallarda xoşa gəlməz hallar haqqında sizdən öyrənirəm. Sizdən bu xəbəri tuturam və dərhal reaksiya verilir və deyə bilərəm ki, bir çox hallarda mediada olan məlumatlar təsdiqlənir. Elə məlumatlar var ki, onlar qərəzli xarakter daşıyır, amma məlumatların mütləq əksəriyyəti təsdiqlənir və dərhal ölçü götürülür. Ona görə dövlət məmurları da bilməlidirlər. Onların işinə təkcə deməli, prezident administrasiyası yox, həm ictimaiyyət, həm də media nümayəndələri nəzər. Özünə kraliçə ləqəbi qazandıran məktəb direktoru Gülnaz Kərimova nə elədiyini bilmir. Bir vaxtlar otağında başına tac qoyduraraq özünə kraliçə ləqəbi qazandıran Xırdalandakı 2 saylı tam orta məktəbin direktoru Gülnaz Kərimova barəsində bu qədər yazılsa da, o elədiyi bəd əməlləri ilə gündəmdən düşmür. İndi də məlum olub ki, direktor yenə özünə düşmən kimi qəbul elədiyi və qanunsuz işdən uzaqlaşdırdığı riyaziyyat müəlliməsi Vəfa Sevdimalı qızı Həziyevanın əleyhinə daha bir kampaniya aparır. Xatırladırıq ki, direktorla müəllimin Sumqayıt şəhər apellyasiya məhkəməsində səs-küylü məhkəmə prosesi gedir. Məhkəməyə verilən direktor əlacısız olduğu üçün nə edəcəyini bilmir və belə metodlara əl atır. Dediyimiz kampaniya belədir ki, direktor yuxarı sinif müəllimlərini öz otağına çağırır. Lakin bu çağırışdan sonra müəllimlərin yarısı iclasa getməkdən imtina edir. Bu isə direktoru çox narahat edir və bir daha müəllimlərə səsli mesaj göndərir. Yazıya əlavə etdiyimiz bu mesajdan hər şey aydın olur. Salam əziz və hörmətli həmkarlar, hər birinizi salamlayıram. Bildiyiniz kimi dünən mən sizinlə bir görüş keçdim. Çox təəssüflər olsun ki, bütün heyət orada iştirak eləmədi. Gəlin mənim otağıma, izahatınızı yazın ki, nədən? Hələ mən bu məktəbə gələndən birinci dəfə idi ki, sizlə ayrı bir iclas eləyirdim. Ona da yarısından taşdı ilə yarınız qədər gəlmədiniz. Gəlin mənim otağımda ərzələrinizi yazın, izahatlarınızı ki, nədən mənim rəhbərliyin sözünə qulaq asmadan iclasa gəlməmisiniz. Bir nəfər kimi gözləyəcəm, sabah gəlin ərzələri yazın. Onu da qeyd edək ki, direktorun çağırışdan sonra onun otağına gedən bir neçə müəllimlərin telefonlarını əllərindən alıb və onları iclasa buraxıblar. Toplantının isə qəribə mövzusu olur. Direktor, siz nəyə görə Vəfa Həziyevaya sosial şəbəkədə söymürsünüz və onun əleyhinə yazmırsınız? Gedin bu dediklərimi edin deyə ciddi tapşırığını verib. İclas iştirakçıları isə qalıblar pis durumda, nə edəcəklərini bilmirlər. İclasda iştirak edən müəllimlərdən birinin verdiyi məlumata görə, hətta direktor müəllimlərə hədə-qorxu gələrək bildirib ki, Vəfanı kim sosial şəbəkədə söyüb təhqir etməsə, dərs saatları kəsiləcək. Bunu mütləq edəcək və qarşısını heç kəs ala bilməz. Onu da qeyd edək ki, direktor və ətrafı bundan sonra bir neçə saytda məqsədi məlum olmayan cızma-qara yazılar dərc etdirməyə nail olublar. Bu yazılarda işdən çıxardığı Vəfa Həziyevanın əleyhinə güya nəsə verdirə bilir. Amma yazılardan heç nə anlamaq olmur. Yəni, heç bir əhəmiyyəti kəsb eləməyən 2 nəfər arasında olmuş şəxsi telefon danışıqlarının yayılmasını sanki məram və məqsədlərinə çatmaları kimi ortaya qoymaq istəyiblər. Bilmək lazımdır ki, 2 nəfərin arasında olmuş telefon danışığının tərəflərdən birinin razılığı olmadan yayılması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148.1-ci maddəsi ilə cinayət hesab olunur. Bunu bu əməli törədənlər başa düşsələr də, yenə qisasçılıq hissləri qalib gəlib. Görəsən bu ölkənin Elm və Təhsil Nazirliyi doğrudan varmı? Əgər varsa, nədən belə vəzifə sahiblərinin qanunsuz əməllərinə reaksiya vermir?